65 nömrəli çalışmada deyir ki, verilmiş ifadənin qiymətini hesablayın. Dostlar, bu ifadənin surətinə baxsaq. Müxtəsər vurma düsturlarında kvadratlar fərqinin düsturunun açılışı nə idi? A kvadrat çıxılsın B kvadrat bərabər olmalıdır. A çıxılsın B vurulsun. A topla B. Baxın, burada A-nın yerində 10 dayanır. B-nin yerində isə 8 dayanır. Onda mən 10-un kvadrat çıxılsın 8-in kvadratı ifadəsini 10 çıxılsın 8 vurulsun 10 topla 8 şəklində parçalaya bilərəm. Məxrəcdəki 18 isə qalsın olduğu kimi. 10-dan çıxarıq 8 eləyər 2. 10-un üzərinə 8 gələrik. Eləyər 18. 2 vurulsun 18. Məxrəcdə isə 18 dayanır. 18-lər birin surətdə, biri məxrəcdə gedəcək ixtisar, yerdə qalacaq 2Y variantı. 66 nömrəli çalışmada dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının ifadəsi verilmişdir. Televiktorinada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? Dostlar, deyirsə ki, hansı hadisənin baş vermə ehtimalı ən böyükdür? O zaman baxın, burada dairəvi diaqramda ən böyük hissə hansıdırsa, təbii ki, o hissənin baş verməsi ehtimalı daha çox olacaq. Baxın, onda ən böyük hissə neçə faiz olacaq? 39% uyğun gələn hissə olacaq. Bu da olur təbiət elmləri fakültəsi. Olacaq C variantı cavabımız. Növbəti sualda deyir, verilmiş ifadəni sadələşdirin. Dostlar, gəlin 0,36 ifadəsini yazaq %36 şəklində. A üstü mənfi 5 yazaq 1 bölünsün A üstü 5 şəklində. B üstü 6 qalsın olduğu kimi. C kubu qalsın olduğu kimi. 2,9'da 2'ni yaza bilərik 9'da 20 kimi. A üstü 4 qalsın olduğu kimi. B üstü mənfi 4'ü yazaq 1 bölünsün B üstü 4 kimi. C üstü mənfi 5 yazaq 1 bölünsün C üstü 5 şəklində. Gəlin indi ixtisarlarımızı aparaq. 36 ilə 9 gedəcək ixtisar elə 9'un özünə. Məxrəcdə 1, surətdə 4 qalar. 20 ilə 100 ixtisar aparsaq elə 20'nin özünə, surətdə 1 qalacaq, məxrəcdə 5 qalacaq. Daha sonra A üstü 5 məxrəcdə, A üstü 4 surətdə, A üstü 4'ü ixtisar aparsaq, burada qalacaq 1, burada qalacaq elə A. B üstü 6 ilə B üstü 4'ü ixtisar aparsaq, elə B üstü 4'ün özünə, məxrəcdə 1 qalar, surətdə neçə olacaq? B-nin kvadratı. Daha sonra C kubu ilə C üstü 5 ixtisar aparsaq, elə C kubunun özünə, burada qalacaq 1, burada qalacaq C-nin kvadratı. Nəticə olaraq bu ifadə nəyə bərabər olar? 5'də 4 A üstü mənfi 1. Baxın, burada sadəcə məxrəcdə A qalmışdı. Bu A-nı da yaza bilərik. A üstü mənfi 1. Vurulsun B kvadratı. Burada da məxrəcdə C kvadratı qaldı. Bunu da yaza bilərikmi? C üstü mənfi 2 şəklində. Cavabımız olacaq dostlar D variantı 67 nömrəli çalışmada.